Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayonun yaşayış məntəqələrinin əkin sahələrinin sel sularından qorunmasına, həmçinin rayon əhalisinin həm içməli, həm də suvarma suyuna olan tələbatının ödənilməsinə xidmət edir. Hazırda idarənin texnikaları vasitəsilə çaylarda qabaqlayıcı işlərə başlanılıb. Bu məqsədlə Filifilli kəndinin sel sularından qorunması məqsədi ilə Qala çayının sağ sahilində 200 paqanometr uzunluğunda daş beton bəndin tikintisi başlanılacaq. Rayonumuzun ərazisindən 5 böyük dağ çayları keçir. Çaylarda yaz, payız aylarında güclü seller, yay aylarında isə su qıtlıqları müşahidə olunmaqdadır. Yaz sellərini ziyansız, təhlükəsiz ötürülməsi məqsədilə hər il çay yataqlarında mütəmadi olaraq tərəfimizdən texnikalar vasitəsilə təmizləmə işləri həyata keçirilir. Oğuz rayonunda 2025-ci ildə 4002 hektar sahədə taxıl, 4088 hektar sahədə müxtəlif növ çoxillik, 519 hektar sahədə yonca və sair kənd təsərrüfatı bitkiləri əkilib. Əkin sahələrinin suvarılması üçün 541 kilometr torpaq məcralı, 5,7 kilometr beton üzlüklü kanal və arxlardan istifadə olunur. Rayonumuzun ərazisində 13.472 hektar suvarılan torpaq sahəsi mövcuddur ki, həmin torpaqlarda da hər il mütəmadi olaraq müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir. Son illərdə rayonumuzda tütün və qarğıdalı əkini geniş fürsət alınmışdır. Odur ki, 2025-ci ildə rayonumuz ərazisində 150 hektar ərazidə tütün, 306 hektar ərazidə isə qarğıdalı bitkisi əkilmişdir. Son illər Oğuz rayonunda suvarma suyunun vaxtında və itkisiz olaraq əkin sahələrinə çatdırılması fermerlərdə bu sahəyə marağı artırıb. Fermerlər daha çox tütünə və qarğıdalıya üstünlük veriblər ki, bu məhsullardan da bol məhsul və gəlir əldə ediblər. Deməli, mən İsmailov Arzu Əhmədoğlu, Kərimli kəndi, bizim yerləşdiyimiz, tütün əkdiyimiz, qarğıdalı əkdiyimiz sahələr dəmiyə torpaqlarında yerləşir. Və gördüyünüz bu məhsullar su artizandan istifadə olunaraq biz bunu suvarırıq. Və gördüyünüz bu məhsul artizan sularının hesabına bu vəziyyətdədir. Məhsuldarlığımız çox güclüdür. Suvarma və əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə rayon ərazisində müxtəlif illərdə 79 ədəd subarteziyan, 10 ədəd arteziyan quyuları qazılıb. Hazırda 65 ədəd subarteziyan, 10 ədəd arteziyan quyuları tam işlək vəziyyətdədir. İlin əvvəlindən 25 ədəd subarteziyan quyusunda cari təmir işləri aparılıb. 2 ədəd subarteziyan quyusunda isə əsaslı təmir işləri yekunlaşmaq üzrədir.